Deməli, Çin Asiya qitəsinin şərqində yaranmışdı. Ərazisində 2 dənə çay axırdı. Xuanxe çayı ilə Yansız çayı. Xuanxe çayında tez-tez daşqınlar baş verdiyinə görə bu çayı Gəzən çayı, Min fəlakət çayı, Azan çayı və yaxud da ki, Çinin bəlası adlandırırdılar. Eradan əvvəl 3-2-ci minillikdə Xuanxe çayında erkən mədəniyyət, yəni sivilizasiya, ilk insanlar meydana gəlməyə başladı. Eradan əvvəl 2-ci minillikdə isə Çində quldar dövlətlər yarandı. Baxın, nə deyirəm? Dövlətlər. Yəni ki, birdən çox balaca quldar dövlətlər var idi Çində. Və bu bizə göstərir ki, Çində quldarlıq quruluşu ta 2-ci minillikdə mövcuddur. Eradan əvvəl 6-5-ci əsrdə Çində dəmir emal edilməyə başlanıldı. Azərbaycanda dəmir haçanı idi yadıza salan eradan əvvəl 7-ci əsrdə. Deməli, Çində dəmirin emalı ilə təbii ki də kənd təsərrüfatı, əkinçilik daha da nə oldu? İnkişaf etdi. Çünki yeni əmək alətləri kəşf olunmuşdu və s. Və Çində dəmirin emalı heç bir sülalənin dövrünə düşmür. Nə Çin sülaləsində, nə də Xan sülaləsinin dövrünə düşmür. Daha əvvəl olub bu hadisə. Eradan əvvəl 4-3-cü əsrlər Çində vuruşan padişahlıqlar dövrüdür. Çünki niyə? Burada biz dedik ki, Çində birdən çox balaca dövlətlər var idi. Bunlar 4-3-cü əsrdə vahid Çin dövləti yaratmaq uğrunda bir-birinə nə edirlər? Mübarizələr aparırdılar və bu dövrə vuruşan padişahlıqlar dövrü deyirik. Bu zaman Sin sülaləsi qalib gəldi və eradan əvvəl 221-ci ildə Sin sülaləsinin nümayəndəsi olan Sin Şixuandi Çini vahid halda nə etdi? Birləşdirdi və bununla da vahid Çin dövləti yarandı. Deməli, vahid Çin dövlətinin hansı sülalə yaradı? Sin sülaləsi. Neçənci ildə? 221-ci ildə eradan əvvəl. Neçənci əsrdir bu? Eradan əvvəl 3-cü əsrin 2-ci yarısı. Baxın, Misirdə vahid dövlət eradan əvvəl 4-cü minillikdə yarandı. Mesopotamiyada, yəni 2 çay arasında vahid dövlət Akkadlar tərəfindən yaradıldı eradan əvvəl 3-cü minillikdə. Vahid Hun dövləti, Asiya Hun dövləti eradan əvvəl 220-də, vahid Çin dövləti eradan əvvəl 221-də yarandı. Kim yaratdı? Sin Şixuandi. Və Sin Şixuandi dövləti yaradandan sonra özünü imperator elan etdi. Elə vahid dövlətin yaranması ilə Çində müstəqil quldar dövlətləri nə oldu? Varlığına son qoyuldu. Vahid bir dənə dövlət yarandı. Yəni testdə sual görürsünüz ki, müstəqil quldar dövlətlərin varlığına açan son qoyulub, deyəcəksiniz 221-ci ildə eradan əvvəl. Deməli, Sin Şixuandi özünü imperator elan edəndən sonra başladı islahatlar, yəni ki, tədbirlər görməyə. Nə etdi? Ölkədə vahid çəki ölçü pul sistemi yaratdı. Vahid çəki ölçü pul sistemi iqtisadi islahatdır, iqtisadi tədbirdir. Ölkəni 36 vilayətə böldü, yəni Çin ərazisini 36 vilayətə böldü. Ərazi bölgüsü varsa buna biz inzibati islahat deyirik. Daha sonra mərkəzləşdirilmiş idarə sistemi yaratdı. Bir də ki, eradan əvvəl 214-cü ildə Hun dövlətinə qarşı böyük Çin səddini tikdirdi. Çünki biz Hun dövlətinə də deyirik ki, Mete Tanhun yürüşlərinin qarşısını almaq üçün Sin Şixuandi nə etmişdi? 214-cü ildə böyük Çin səddini tikdirmişdi, amma bunu da heç bir xeyri olmamışdı. Yəni də Hunlar hücum edirdilər. Elə bayaq dediyim kimi Sin sülaləsi Teoman Tanhu ilə mübarizə aparırdı. Sonra gəldik Xan sülaləsinə. Sin sülaləsi eradan əvvəl 226-cı ildə hakimiyyətdən gedir və yerinə Xan sülaləsi gəlir ta bizim eranın 3-cü əsrinə qədər. Xan sülaləsi eradan əvvəl 200-cü ildə Mete Tanhu ilə mübarizə aparmışdı, Pincən döyüşü. Deməli, bu döyüşdə təbii ki də Xan sülaləsi məğlub olmuşdu, Mete Tanhu qalib gəlmişdi. Daha sonra Xan sülaləsi Sindən fərqli olaraq işğalçı müharibələr aparmışdı. Baxın, biz Sin sülaləsində hər hansı işğalını görməmişik, düzdür, amma Xan sülaləsində görmüşük. Deməli, sizə sual versə ki, hansı sülalə daha çox işğalçılıq müharibələri aparıb, deyəcəksiniz Xan sülaləsi. Deməli, Xan sülaləsi Vyetnamın bəzi ərazilərini və Koreyanı işğal etmişdi. Sizi burada necə saçdırır? Baxın, Vyetnamın bəzi ərazilərini və Koreyanı yazır Meteyə. Deyir ki, bu Mete Tanhu'ya aiddir. Təbii ki də xeyr, bunu səhv götürürsünüz. Çünki hansı sülaləyə aiddir? Çində Xan sülaləsinə aiddir. Və yaxud da ki, Mete Tanhu'dakı Tibet və Monqol tayfalarını götürür, yazır Xan sülaləsinə. Baxın, bu da nədir? Bu da səhvdir. Yəni, Xan sülaləsi Vyetnamla Koreyanı tutub. Daha sonra Xan sülaləsi də kənd təsərrüfatını canlandırmaq üçün islahatlar, tədbirlər görmüşdü. Deməli, biz həm Sin sülaləsində, həm də ki, Xan sülaləsində islahatlar və Hun dövləti ilə mübarizə görürük. Bunu kitabıza oxşar kimi yazın. Deməli, Xan sülaləsi kənd təsərrüfatını canlandırmaq üçün əkilməyən torpaqları əkib becərməyə başladı və boş qalmış torpaqlara nə etdi? Əhali köçürdü. Daha sonra Xan sülaləsinin dövründə vahid xalq yarandı. Deməli, Xan sülaləsinin dövründə nə yaranır? Vahid xalq, x. Amma Sin sülaləsinin dövründə nə yaranmışdı? Vahid dövlət. Deməli, eradan əvvəl 2-ci əsrdə isə Xan sülaləsinin dövründə böyük İpək yolu tikildi. Bununla da Çin dünya ticarət yoluna çıxış əldə etdi. Məsələn, sual verə bilər ki, neçənci əsrdə Çin dünya ticarət yoluna çıxış əldə edir? Deyəcəksiniz ki, 2-ci əsr böyük İpək yolunun çəkilməsi ilə. Daha sonra Asiya ilə Avropanı birləşdirdi bu ticarət yolu, böyük İpək yolu. Bir də ki, əsas qollarından biri də təbii ki də Azərbaycandan keçir. Bunu eşidərsiniz. Siz açdırmaq üçün nə edir? Baxın, buradan eramızdan əvvəl sözünü silir, yazır 2-ci əsrdə böyük İpək yolu çəkilib. Xeyr, eradan əvvəl. Yəni diqqətli olun burada. Deməli, Xan sülaləsi elmə, təhsilə çox önəm verib.
Lakin artıq Han sülaləsinin hakimiyyətinin sonlarında əhalinin çoxlu vergi alırdılar. Vergini verə bilməyənləri qula çevirirdilər. Ona görə əhali bundan bezir və nələr başladır? Üsyanlar başladır. Bu zaman 2 dənə üsyan olub Han sülaləsinə qarşı. Qırmızı qaşlılar, sarı sarıqlar. Birinci qırmızı qaşlılar bizim eranın 1-ci əsrində, amma məğlub olur, qalib gələ bilmir. Daha sonra sarı sarıqlar yenə bizim eranın 184-cü ilində buna Cıjan qardaşları qalib başçılıq edirdi. 20 ilə yaxın davam etmişdi. Amma sonda nə olmuşdu? Yatırılmışdı. Baxın, görürsünüz, hər ikisi də bizim erada baş verib. Yəni diqqətli olun. Bəzən eradan əvvəl yazır. Və hər ikisi də Xan sülaləsinə qarşı baş verib. Bəzən çaşdırmaq üçün yazır ki, Sin sülaləsinə qarşı yox, Xana qarşı baş verib bu üsyanlar. Deməli, sarı sarıqlar üsyanı məğlub olsa da nəticəsi oldu. Çünki Xan sülaləsi zəiflədi və bir daha öz qüdrətini bərpa edə bilmədi. Elə eramızın 3-cü əsrin əvvəllərində Xan sülaləsi süqut etdi və Çin xırda dövlətlərə parçalandı. Və deyirik ki, Xan sülaləsinin süqutu ilə şərq ölkələrində quldarlıq quruluşu nə olur? Dağılır. Şərq ölkələri deyəndə hala nəzərdə tutulur? Asiya ölkələri. Deməli, Asiya ölkələrində bizim İran 3-cü əsrdə quldarlıq quruluşu dağılır və nə yaranır? Feodalizm. Çinin mədəniyyətinə baxaq. Eradan əvvəl 2-ci minillikdə Çində yazı heroqlif idi. Heroqlif yazı başqa harda var idi? Misir, bir də Manna. Bir də burada gördük Çin. Baxın, bu 3 dövlətdə heroqlif yazı mövcud olub. Daha sonra Çinlilər kağızı və kompası kəşf ediblər. Kağızı Xan sülaləsinin dövründə kəşf ediblər. Daha sonra kompası kəşf edəndən sonra Çinli səyyahlar başlayırlar nə etməyə? Səyahətlər eləməyə və onlar dağlar və dənizlər haqqında kitabə yazırlar. Daha sonra eradan əvvəl 1-ci əsrdə Çində Smatisyan adlı bir tarixçi yaşayırdı. Ona hətta Çinin Herodot da deyilirdi və onun tarixi qeydlər əsəri var idi və bu kişi də ki, yəni bu tarixçi də ki, Xan sülaləsinin dövründə yaşayıb. Eradan əvvəl 6-5-ci əsrdə Çində Konfutsi təlimi yayılmışdı. Eyni baxın, dəmirin emalı ilə eynidir 6-5. Bu Konfutsi təlimini Sin sülaləsi dəstəkləmirdi, qarşı çıxırdı, amma Xan sülaləsi nə edirdi? Dəstəkləyirdi. Çinin xəritədə ərazisinə baxaq. Baxın, bura Asiya qitəsidir. Baxın, bu qırmızı ərazidə haradır? Çindir. Baxın, Ç hərfinə də belə oxşayır. Böyük ərazi.